Hepinizi salamlayıram. Qaldığımız yerdən davam edək. 9-cu test tapşırığına baxaq. Bizə K, L və M maddi nöqtələrə təsir edən qüvvələrin əvəzləyicisini müqayisə edin deyir. Deyək ki, K cismidir, L-dir, bir də M-dir. K cisimində cismə təsir edən qüvvələr bir-birinə 60 dərəcə, L cisimində 90 dərəcə, M cisimində isə 120 dərəcə qüvvə təsir edir. Bir-birindən bucaq əmələ gətirirlər. İndi gəlin baxaq. Birincidən fikir versək, yəni birincidə bir-birindən 60 dərəcə bucaq əmələ gətirir. 60 dərəcəli bucaq əmələ gətirirsə, 60 dərəcədirsə, onda əvəzləyicisi bu qayda ilə tapılacaq. Bu K. Bu 60-sı bura 120 dərəcə olar. Onda FK bərabərdir. Bura FK'dır. F1'in kvadratı üstə gəl F2'nin kvadratı. Çıxılsın 2 F1 vurulsun F2. Kosinus 120 dərəcə. Bura 120 dərəcə yazdıq. Bu da bərabərdir. F1'imiz 3 köklü 3'dür. Bunun kvadratı 9, 27 eləyir. Üzərinə gəlsin. Yeni 27. Kosinus 120 dərəcədən mənfi 2 də 1'dir. Onda olacaq plus son 3 köklü 3 vurulsun 3 köklü 3. Bu eləyər 27. Vurulsun 2 də 1. 2 də 1'lər ixtisar getdi. Bu eləyər 81. Onda çıxır 9. Deməli, K'nın qiyməti oldu 9. İkinci, 90 dərəcəli bucaq altında təsir edirlər. Bir-birindən 90 dərəcəli bucaq əmələ gətiriblər. 90 dərəcəli bucaq əmələ gətirirlərsə, bunların əvəzləyicisi bu qayda ilə tapılacaq. F bərabərdir. F1'in kvadratı plus F2'nin kvadratı. Bu da bərabərdir. 3'ün kvadratı 9. Yəni, hər biri, yox, burada 4 köklü 2'dir. Hər biri 4 köklü 2'dir. 4 köklü 2'nin kvadratı 16, 32 eləyir. Üzərinə gəlsin, bu da yeni 32, 64, bundan çıxar 8. Digəri isə bir-birindən 120 dərəcəli bucaq əmələ gətirir. 120 dərəcəli bucaq əmələ gətirir. Deməli, bunun qiyməti 6 newtondur, bu da 6 newton. Bunların əvəzləyicisi bu olar. Bura 120 dərəcədirsə, onda bura 60 dərəcə olacaq. Bu da bizə bu əvəzləyicini tapacaq. Bu da M-dir. Yaxşı, onda M bərabərdir. F1'in kvadratı plus F2'nin yine kvadratı plus daha doğrusu burada minus yazıram. 2 F1 vurulsun F2 kosinus 60 derece. Bu da bərabərdir. F1'in qiyməti 6'dır 36. Üstə gəl yine 36. Çıxılsın 2 vurulsun. 6'nın 6'ya vuranda 36 eləyəcək. Kosinus 60 dereceden müsbət 2 də 1. Bunlar ixtisar getdi. 36'nın da biri ixtisar idi. Bundan da 6 çıxır. Deməli FK böyükdür FL'dən, o da böyükdür FM'dən. Doğru cavabımız A bəndi. Keçirik növbəti suala. Növbəti 10-cu sualda bizdən soruşur ki, K cisiminin düz xətli bərabər sürətli hərəkət edə bilməsi üçün F qüvvəsi neçə newton olmalıdır? Onda bu K'ya təsir edən 32 dənə 30 newton qüvvələrin əvəzləyicisini tapacağıq. 30, bu da 30. Bunların əvəzləyicisi olar bu. Bunu taparıq. Bu neçə olsa, bunun əksinə yönələn F qüvvəsi də həmin qüvvəyə bərabərdir. Onda bunlar arasında bucaq 120 dərəcədir. Onda bura olar 60 dərəcə. Onda biz yekun əvəzləyici qüvvəni tapırıq. Əvəzləyici qüvvə bərabərdir. F1'in kvadratı plus F2'nin kvadratı çıx 2 F1 vur F2 kosinus 60 dərəcə. Bu da bərabərdir. F1'imiz 30'un kvadratı 900. Üstlərinə gəlsin 900. Çıxılsın 2 vurulsun. 30-30'a vuranda yine 900 eləyər. Kosinus 60 dərəcədən 2 də 1. 2 də 1'lər ixtisar gedir. 900'lərin biri gedir. Ondan çıxır 30. Deməli, bu tərəfə yönələn qüvvə 30 olacaq. Onda əksinə də yönələn qüvvə də 30 olmalıdır ki, əvəzləyici 0 olsun. Doğru cavabımız C bəndi. 11-ci sualda nə deyir? 11-ci sualda
bizdən tələb edir ki, O nöqtəsindəki maddi nöqtəyə təsir edən şəkildəki qüvvələrin əvəzləyicisi neçə newtondur? Baxaq. Bizim şəklimiz, qrafikimiz budur. Buna təsir edən əvəzləyicini tapmaq istəyir. Yaxşı, gəlin baxalım. Bunların hər birini x və y oxları üzrə proyeksiyalayırıq. 11-ci sualda. F1-in x ox üzrə proyeksiyası F1 vurusun kosinus 60 dərəcə olacaq. F1'imiz bura 30'dursa, y oxu ilə əmələ gətirdiyi bucaq 30'dursa, onda x oxu ilə əmələ gətirdiyi bucaq 60 dərəcə olardı. Ona görə yazıram 10 vurusun kosinus 60 dərəcədən 2-də 1-dir. Belədir 5. F1'in x oxu üzrə proyeksiyası. F2'nin x oxu üzrə proyeksiyası elə özünə bərabərdir, 10'dur. Bəs F3'ün x oxu üzrə proyeksiyası neçə olar? Bu da F3'ün də x oxu üzrə proyeksiyası yenə eyni qayda ilə. F1'də nə idisə bu da o qayda ilə. Yazarım F3 vurulsun kosinus 60 dərəcə. Bu da eləyir 10 vurulsun 60 dərəcədən 2-də 1. Bu da elədi 5. Bəs F4'ün x oxu üzrə proyeksiyası nəyə bərabərdir? O -8-ə bərabərdir. Deməli, yekun fx nəyə bərabərdir? Yekun fx bərabər bunların cəmi. Bunların cəmi 5 üstə gəlsin 10, üstə gəlsin 5, çıxılsın 8. Bu da neçə eləyir? Fx bərabər olur 15, 20, 20-dən 8 çıxanda 12 newton. Yekun fx oldu bu. Bu bizə lazım olacaq. İndi y oxu üzrə baxırıq. F1'in y oxu üzrə proyeksiyası. F1'in y oxu üzrə proyeksiyası olar F1 vurulsun sinus 60 dərəcə. Bu da eləyir F1'in qiyməti 10'dur. Vurulsun sinus 60 dərəcədən kökdə 3 bölünsün 2'dir. Bu eləyir 5 kökdə 3. Sonra F2'nin y oxu üzrə proyeksiyası olacaq mənfi, yenə eyni qayda ilə aşağı yönəldiyi üçün mənfidir. F3 vurulsun kosinus 60 dərəcə. Bu da olar mənfi 10 vurulsun kökdə 3 bölünsün 2. Bu da eləyir mənfi kökdə 3 bölünsün 5 kökdə 3. Bəs F2 ilə F3'ün F2 y oxuna perpendikulyardır. Onun proyeksiyası 0. F3 y oxuna perpendikulyardır. Bu da 0. Deməli, yekun fy nəyə bərabərdir? Bunların cəminə 5 üstə gəlsin. Daha doğrusu 5 kökdə 3 üstə gəl mənfi 5 kökdə 3. Bunlardakı 0'dır. Bu da yekun eləyəcək 0. Deməli, bizim yekun f'imiz nəyə bərabərdir? Fx'in kvadratı plus fy'in kvadratına. Bu da eləyər 12'nin kvadratı üstə gəl 0. Bu da eləyəcək 12 newton. Deməli, cavabımız oldu 12 newton. A bəndi. 12-ci suala baxırıq. 12-ci sualda nədir? Şəkildəki kimi cisimə təsir edən qüvvələrin əvəzləyicisi neçə newton olduğunu tapırıq. Bu da həmin sualdandır. Buna özünüz baxarsınız. 13 də həmin sualdandır. 14 də həmin sualdandır. 15 də həmin sualdandır. 16-cı sual. 16-cı suala baxırıq. Şəkildə qüvvələrin əvəzləyicisini tapın. Əvəzləyicisini tapmaq tələb olunur bizdən. Əvəzləyici qüvvəni tapmaq istəyirik. Gəlin baxalım. Əvəzləyici qüvvə nəyə bərabər olar? Fikir versək, F1 ilə F3 əks istiqamətdədir. Deməli, biz bunları çıxsaq, bu istiqamətdə olacaq 15. Böyükdən kiçik çıxırıq. 15 newton. 2 ilə də 4'ü görürük ki, bunlar da əks istiqamətdədir. Bunlar da çıxılar. Bu da bax bu istiqamətdə olar 9 newton. 9 newton. Bunlar arasında bucağa baxsaq, bu bucaq 53 dərəcə isə, 53 dərəcə isə bu nə qədər olar? 127 eləyər də. 127 dərəcə olar. 127 gələndə 180 eləyir. İndi bu qüvvələrin əvəzləyicisini tapanda, bax bu qüvvələrin əvəzləyicisini tapanda biz bu üsuldan istifadə edəcəyik. Bu olacaq həmin qüvvələrin əvəzləyicisi.
əvəzləyici qüvvə. Bura 127 isə, onda bu paraleloqram qaydasına görə bunun qarşı tərəfi nə qədər olar? Bu olar 53 dərəcə. Onda biz 53 dərəcəyə görə götürəcəyik. Yaxşı, onda f bərabərdir. F1'in kvadratı plus F2'nin kvadratı çıxılsın 2 F1 F2 kosinus 53 dərəcə. 53 dərəcə. Qiymətlərini yazarıq yerinə. F1'imiz 9'un kvadratı 81 eləyir. Bu bir 15'in kvadratı 225 çıxılsın 2 vurulsun 9 vurulsun 15 kosinus 53 dərəcədən 0,6'ya bərabər. Yəni bunu hesablayaq. 81'in üstünə 225 gələndə nə qədər eləyər? 6, 10, 2, o da 1, 3, 306 çıxılsın. 15'i 0,6'ya vuranda 9 eləyir. 9, 9'un 81. 81'i də 2'yə vuranda 2, 162. İndi çıxanda bundan nə qalar? 4 qalar. Ondan da 6 çıxanda yenə 4. 2'dən də 1. 144. Bu da eləyir 12 Newton. Deməli, əvəzləyici qüvvəmiz 12 Newtona bərabər olar. Cavabımız olar D bəndi. Cavabımız oldu D.